Kürdəmirdə magistral su boru xətti partlayıb. APA'nın yerli bürosunun xəbərinə görə hadisə Külüllü Kürdəmir magistral su xəttinin 32-ci kilometrliyində rayonun Qaraqocalı kənd ərazisindən keçən diametri 500 mm olan borunun partlaması nəticəsində baş verib. Qəza nəticəsində yerli sakinlərin evlərinə və həyətyanı sahələrinə ciddi ziyan dəyib. Çıxdım bağım gördüm mümkündür. Nə qədər son qabağını kəsmək mümkündür. Durba partlayıb su basıb evimi, eşiyimi. 7 baş ailəyəmdə qalmışıq. Belə. Bu evdə oturmuşduq sabah-sabahda elə bir saat 5 olardı da. Qapı döyüldü, gördük ki, qapı şeylir, vururlar. Bir dənə taksi şoför düşdü. Ya deyir ki, su partlayıb su durbası. Yəni evi su aparır. Bizə düşü gördük ki, həqiqətən düzdür. Çıxdıq yola gördük ki, hə su partlayıb, bütün həyət su evin zirzəmisinə kimi, bütün də polun altına kimi su gedib, damın zadı basıb, ağaçlara ziyan dəyib. Zərər görən sakinlərin aidiyyəti qurumlara edilən zənglərindən sonra əraziyə canlı qüvvə və texnika cəlb edilib, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Hadisə səhər saatlarında saat 5-6 radələrində baş vermişdir. Hadisəmiz Ağsu Bəhrəmtəpə magistral yolunun 32-ci kilometrliyində baş verib. Bu günlərin axşam çağlarına yaxın qəzanı tam bərpa eləyib, əhalini içməli su ilə təmin edəcək. Qeyd edək ki, Külüllü Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsait hesabına inşa olunan və rayon mərkəzi daxil olmaqla 6 kəndin ümumilikdə 21 min sakini içməli su ilə təmin edir. Zahid Abışov, Devran Əsgərov, Layiq Qələndərli, APA TV Kürdəmir.